Bu şəkildə gördüyünüz quşun adı qutandır. Onlar kürəkayaqlı quşlara aiddirlər. Kürəkayaqlılar dəniz və ya şirinsulu göllərdə yaşayır. Əsasən balıqla qidalanırlar. Onların ayaqları arxada olduğundan quruda ləng və az gəzir, ancaq gözəl üzürlər. Qutanların fərqli xüsusiyyəti 4 barmaqlarını birləşdirən üzgüçü pərdəsidir. Qutanlar həm dəniz, həm də şirinsulu göllərdə yaşayırlar. Onların dimdiyi çox böyükdür. Dimdiyin altında lazım gəldikdə çox güclü genələ bilən dəri torba yerləşir. Ağızlarını geniş açaraq iri qəniməti uda bilirlər. Onlar uzun müddət havada qalır və çox sürətlə uçurlar. Uzun müddət balıq yeyən quşlar balıq vətəgələrinin ziyan vericisi hesab olunub. Qutanlar 2-3 yumurta qoyurlar və 30-36 gün inkubasiya dövrü keçirirlər. Yumurtadan çıxan balalar həm ana, həm də ata nəzarəti ilə böyüyürlər. Qutanlar qütblərdən başqa dünyanın hər bir yerində yaşayırlar. Kanalımıza abunə olmağı unutmayın. Təşəkkür edirik.